Kocaşılar, salamlar, necəsiniz? Bugün Python proqramlaşdırma dilində klass dünyasına dair ən vacib mövzulardan birini danışmaq istəyirəm. Söhbət gedir irsən ötürülə biləcək bir mirasdan. Nəzərə alsaq ki, proqramlaşdırma dünyasına nə gəlirsə insan həyatında var deyə gəlir və irsi məsələ də, miras deyə bir varlıq da biz insanlarda var deyə proqramlaşdırmaya köç alıb və həqiqətən də o kərdən bir valideyn deyir, ona bax necə səni oxşayıb, bu boşuna deyil, həqiqətən də irsən, xasiyyətdən tutmuş bir çox şey ötürülə bilir. Canlılarda necədirsə, proqramlaşdırmada da elədir, həqiqətən də və üstəlik ki, çox maraqlı bir məqamdır. Biz ona deyirik inheritance. Proqramlaşdırma dünyasının klass aləmində inheritance bilməmək mümkün deyil, çünki həm kodun asanlaşan bir məqamıdır, təkrar olan məqamların qarşısını alandır və eyni zamanda da bir çox imkanları dəfələrlə yazmadan, amma dəfələrlə istifadə edib irsən ötürə biləcək bir imkandır ki, proqramlaşdırmada bunu gözəl bilmək lazımdır. Bu səbəblə də yaxın durun, inheritance in Python getdik. Mən artıq redaktordayım və gəlin başlayaq. Miras nədir? Inheritance deyirik ona. O nədir və necə ötürülür, hansı səbəblə ötürülür? Bu əsas məqamdır. Çünki sənin layihə yazma bacarığın məhz bu bilikdən asılıdır. OP dünyasında tək obyekt və klass yaratmaq deyil, klasslar arası gözəl əlaqəni qurmaq deməkdir. Və kodun beləliklə dəfələrlə eyni bir hissə yazılmamış olur. Bunu da ötürmək olur. Məsələ ondadır ki, gəlin bir klass yazaq. Mən çox istəyirəm, hər hansı bir klassdan başlayaq. Elə burada deyim ki, class person. Da bunu kim bilmir, düzdürmü? Biz bu ana qədər də nə klasslar yazmamışıq. Və aydın məsələdir ki, mən artıq bir personanı təmsil edən bir klass yazıram və asanlıqla anlayıram ki, kim olur olsun, hər hansı bir kəs. Hər hansı bir kəs. Bu class person o deməkdir. İstənilən kəsin adı soyadı var. Ən bəsitdən, ən sadədən yol almaq istəyirəm və bunu təşkil edə biləcəyim şərait nədir? Bəli, init statement yazmaqdır. Init yazmaq və inisializasiyada bunları bildirmək və init nədir biz bilirik. Elə burada elə def yazıb içəridə də deyərəm ki, gəlin elə init yaradaq, qoy elə ondan başlasın bütün biliklərimiz. Burada vurğulayacağım nədir? Axı dedim, istənilən kəsin adı soyadı olacaq. Ona görə o mənə ötürülməlidir. Və gəlin ki, F name, first name kimi və L name, last name kimi. Düzdürmü? İş bitmir. Sadəcə deyirəm ki, bir kəs olacaq ki, onun adı soyadı olacaq. Bu o deməkdir initdə. Tamam da, amma bütün bundan sonra hamımızın əli ona çatması üçün initdə o ötürdüyün mənə ad bundan sonra hər yerdə işləsin deyə daxilində yaşatmalıyam. Və deməliyəm self və belə bir praktika var ki, elə ötürülən parametrin adı ilə daxilində olan atribut adı eyni olur. Ona görə də F name bərabərdir. Bu artıq çox rahat bir praktikadır və eyni zamanda self L name bərabərdir L name. Gözəl, əla, möhtəşəm. Hətta həmin kəsi salamlaya da bilərəm. Gəlin yazım greet me. Hətta belə bir şey deyim. Və aydın məsələdir ki, bu OP dünyasıdır. Mənim redaktorum mənə kömək eləyir self bura yazmağa, amma bu heç nə demək deyil. Yəni, mən başqa redaktorlar çox zamanda istifadə edirəm. Bir çox redaktorlar var. Bəlkə bir gün ona dair ayrıca video eləyəcəm və sözü gedən bu redaktordan başqa digərləri o qədər də mənim əvəzimə self yazmır, unutmaq lazım deyil. OP dünyasında self Python'da mütləqdir. Amma mən burada artıq vergül yazıb F name, bir fikir verin ki, F neysə düzələmədim, F name və L name mənə ötürüləcək ki, mən burada bir özüm bilə yazıram, birazdan özümü düzəldəcəm. Deyirəm ki, mənə adını soyadını desəydilər, mən onu salamlayardım. Deyərdim ki, məsələn, return, yəni print deməyək, return deyə 90%. İşlərimizin 80-90%'ında return var, qalanlarında icra növdür və burada sadəcə aydın məsələdir ki, formatda bu qədər şey nə üçün öyrənmişəm və deyim ki, hello
və flankəsi flankəs. Yəni sanki yazardım F name, düzdürmü? Və hətta bir dənə də boşluq qoyub L name deyərdim. Amma bir dəqiqə. Bu funksional dünyasındadır. Bu ana qədər videoları nə üçün baxırdım? Anlayam ki, buna da ehtiyac yoxdur. Özüm niyə deyim ki, mənə adını de. Onsuz da bu həmin kəs elə obyekti yaranan kimi adı soyadı ötürülür və bundan sonra daha soruşmursan ki, ad soyad mənə ver, ad soyad mənə ver. Onun öz adı self F name və onun amma self-i düz yazmaqla self F name və özünün soyadı self L name iştirak etməsi bəsdir. Ay nə gözəl. Gəlin bu klassdan obyekt yaradaq. Obyekt yaratmağı mən artıq bilirəm. Digər C dünyası ailəsindən, compile dünyası ailəsindən fərqli yaranır Python'da. Burada new açar sözünə heç bir ehtiyac yoxdur və sadəcə mən burada istənilən əslində bir dəyişən yarada bilərəm. Amma dəyişənimi John da yaza bilərəm, person 1 də yaza bilərəm. Bu dəfə gəlin John yazım və John bərabərdir. Gəlin elə burada artıq person klassından mən bir nümunə yaradıram. Class da deyirlər, sinif də deyirlər, person sinifindən deyək ki, bir obyekt yaradıram. Mən həmişə class istifadə edirəm sözünü və burada deyirəm ki, John, düzdürmü? Və nədənsə kompüter həmişə doludur John Doe adıyla, amma mən sevmirəm. John, məsələn, Smith, gözəl də bir deməli informasiya vermiş oluram. John Smith, düzdürmü? Əslində bir problem var ya yox, onu öyrənmək istəyirəm və birinci run edim. Bir problem gələcəksə ekranda görməliyəm və onu tez düzəltməliyəm. Init işləyir, hər şey gözəldir və bu deməkdir ki, gəlin buranı bir anlıq bağlayayım. Gedim onda print eləyim. Görüm sözü gedən John greet me desəm, John greet me desəm və fikir verin ki, heç bir ad soyad parametr olaraq demirəm. O mənə deyərmi hello John Smith və run edim. Voilà, hello John Smith. Həmişə deyirəm ki, sonunda nidanı unutmayayım və həmişə greet me məsələsində nida sonunda unudulur. Amma fikir verin. Class nədir? Bilirəm, nə yaxşı. Init nədir? Bilirəm. Metod nədir? Bilirəm. Atributlar nədir? Bilirəm. Obyekt yaratmaq nədir? Bilirəm. Və onun içindəki bütün imkanlardan yararlanmaq nədir? Bilirəm. Bax, bu ana qədər bilirsinizsə, baxın, buradan sonra daha maraqlı olur. Deyir, indi isə ən maraqlısı iki klass arası mən inheritance, miras olaraq imkanı göstərmək istəyəcəm və necə olur ki, həqiqətən də müəyyən imkanlar birbaşa ötürülür başqa klasa və belə bir ötürmə, belə bir imkan kod yazmağı daha da asanlaşdırır, azaldır və irsən nə ötürüləcəksə ötürülmüş olacaq. Necə ki, valideyndən övlada bir çox şey ötürülürsə, eyni zamanda burada da belədir və elə inheritance aləmi insan dünyasında var, canlılarda var deyə proqramlaşdırmaya gəlib, mən istəyərəm həmin kəs, o kəs ki adı və o kəs ki soyadı bəllidir, amma istəyərəm başqa bir klass yaradım və həmin o kəslə, persona ilə bağlantı edeyim. Məsələn, dostum. Düzdürmü? Dostum. O da belədir ki, hər hansı bir kəsdir. Və gəlin deyim ki, class friend. Düzdürmü? Amma bu dəfə deyirəm ki, istəyir dostum olsun, istəyir hansısa bir kəs olsun, onun adı olacaq da, düzdürmü? Qoyunda adı məsələsini, həm də salamlama məsələsini bir də dostum üçün ayrıca yazmayayım. Nəyə lazım? Ondansa irsən, gedim, person adında klassdan alım. Ona görə burada ilk dəfədir ki, klass adından sonra qoşu nöqtə birbaşa qoymuruq. Əvvəlkində person'da var, amma friend'də deyirəm ki, dayan. Person var ha. Bax, onunla irsən bağlantı qururam və onda nə varsa miras olaraq mənə ötürülsün istəyirəm və hələ ki, mən içini doldurmayacağam. İstəyəcəm sadəcə yoxlamalarımı eləyim. Amma fikir verin. Əgər bir klass digər klassdan miras olaraq bir çox şeylər əldə etmək istəyirsə, Python proqramlaşdırma dilində mötərizə açılır və həmin klassın
adı yazılır. Ana class person artıq öz imkanlarıyla ötürülür friend adında klasa. Bu qədər. Və sonra da qalır bizə yoxlamaq. Mən istəyəcəm bir obyekt yaradım, amma bu dəfə personla heç bir işim olmayacaq. Friend adında klasım var. Bax, ondan obyekt yaradım. Görüm həqiqətən də miras olaraq mənə nə gəlir. Gəlin bir obyekt yaradaq və baxaq görək ki, nələr baş verir. Onsuz da gördüyünüz kimi mən class olarak friend'de heç ne yazmamışam. Hiçbir şey yazmamışam. Sadece ellipsis koymuşam. Başka da heç ne. Güman ederim ki ellipsis nedir bilirsiniz. Bilmirsiniz. Mütləq ona dair video var. Mən nə etmək istəyəcəm? Sadəcə gəlin elə friend adında bir obyekt yaradım ya da məsələn deyim ki bu John var idi. Bax, həmin John mənim dostumdur və yazım burada John, amma bu dəfə fikir verin ki o bərabər olacaq friend. Belə də yazıram. Və o sözü gedən friendin özünə ad vermək istəyirəm. Yenə də John və yenə də Smith. Və görə elə nə baş verir? Hətta çox maraqlı bir məqam var. İndi birazdan onu da eləyərik, problem deyil. Amma hələ ki, necə bundan qabaq person üçün eləmişimsə, bunu da etmək istəyəcəm. Deməli, birincisi yoxlamaq istəyəm, hər şey düzdürmü? Run edirəm. Error almadım. Ne güzel, ne maraqlı. Heç nə etmədim. Yəni səhv olaraq heç nə etmədim və davam edirəm. Gəlin burada əvvəl necə yazmışdım? Dedim print və sonra dedim ki John və greet me. Bir fikir verin ki redaktordan mənə heç nə demir ha. Nə gözəl. Gəlin run edək. Evala. Möhtəşəm. Bax, budur. Class dünyasında miras olarak ötürülebileceği imkan budur. Friend adında klasta greet me nə gəzir? Yoxdur. Frienddə ümumiyyətlə heç nə yoxdur. Heç nə ilə də sahiblənməyib. Məsələ ondadır ki, gəlin bir anlıq bunu buradan yığışdırım və run eləsəm, həqiqətən də müstəqil olan friendin heç nəyi yoxdur ki, o gedə bayaqki kodu icra edə. Amma bəhsdir ki, deyim ki, bax, daha mən dostuma bir də ad məsələsini, onu salamlama məsələsini nə deyə təzədən yazım? Ondansa yazılmışdan götürüm da, niyə də yox? Və bir daha icra etsəm, nə gözəl, əla da işləri. Bu deməkdir ki, bir dəfə yazılmış person dəfələrlə istifadə oluna bilər. Məsələn, mən deyə bilərəm ki, gəlin onda bir də ki, class, gəlin deyək ki, student. O da hər hansı bir kəsdir də, tələbə. Elə deyilmi? Dostum bir kəsdir, tələbə hər hansı bir kəsdir. Və gəlin deyək ki, student, düzdürmü? Və o da getsin, irsən, miras olaraq nə varsa əldə eləsin personla. Çox maraqlıdır. Və məsələ ondadır ki, burada da mən ellipsis qoyuram ya da pass yaza bilərəm. İndi isə maraqlı tərəf bilirsiniz nədir? Friendin əvəzinə məsələn student yazsam və onsuz da ad və soyad gözləyirəm də, düzdürmü? Hətta bu səfərində deyirəm ki, gəp elə eləyək. Mən heç print yazmayayım bundan sonra. Hər kəs kim ki adı soyadı bilinir. Elə oradaca mən artıq bilirəm də init zamanı bir çox işləri qoşa bilərəm. Maşın necədir? Açar salan kimi bir dəfə çevirəndə hələ işə salmadan qabaq bir çox imkanlar qoşulmuş olur. Bir neçə cihazlar öz göstəricisini hazır vəziyyətdə bildirir, hazır edir. Burada da belədir. Mən deyə bilərəm ki, greet me var ha, mən isəm o işləsin. Və gəlin deyək ki, self adı soyadı bilinən kimi salamla onu deməkdir. Self greet me. Bu qədər. Bu dəfəsində sadəcə deyirəm nə qədər print yazmaq olar, qoy özü işləsin və məsələ ondadır ki, burada artıq printi mən belə yazmalıyım. Unutdum ki, printin özü hanı? Onsuz da biləm ki, initə heç vaxt return yazmayacağım. Və belədir ki, getdik, run edək görək ki, student persondan əldə edəcəkmi? Evala. Hello, John Smith. Möhtəşəm.
İstəyərəm sizi təəccübləndirib çox səviyyəli bir mirasdan danışam. Bu da bir strategiyadır. Bu da çox istifadə olunan bir amildir. Məsələn ondadır ki, bir ana şah klasım var. Səbəblə yaradılmış və person adında klasım var, düzdürmü? Və bundan qabaq yadınızdadırsa, friend adında, o da persona bağlı olan bir klas idi və oradan miras olaraq nə varsa götürürdü özünə. Bəs işdir şayə. Mən studentə bu dəfə get person'da nə var özünə mənimsə, qoy sənə də aid olsun deməyimin əvəzinə. Burada studentdə friend var ha. Bax, mənim dostumdan hər şey sənə keçsin desəm. Gəlin belə yazaq da, nə olar ki, öyrənək. Və bu dəfə məsələ ondadır ki, mənim student adında klasıma nə gələcəksə, persondan gəlməyəcək. Mən dedim ki, frienddən gələcək. Frienddən necə gəlib? O dostuma necə gəlib? O hələ məni maraqlandırmır. Amma indi isə kodumun obyekt yaratma şəraiti dəyişməyəcək. Sadəcə run etmək istəyəcəm. Görüm, error alıram ya yox. Ya da bu bir çox mərtəbəli mənə miras ötürülmə imkanı işləyəcəkmi? Elə bir deyir, babamdan atama, atamdan da mənə falan şeylər keçib, ötürülüb və yaxud da ki, hamımız rəssam olmuşuq. Bu irsən ötürülən bir imkandır, mirasdır. Görürsən, belə bir şey burada işləyərmi? Sadəcə run eləyim, görək. Mənim personda olan friend'ə keçib, friend'dən də studentə gələ bilirmi? Studentə hər şey işləyəcəksə, mən onu görmək istəyəcəm. Voilà, möhtəşəm. Fikir verin. Student friend'dən alır. Ay, nə maraqlı, nə gözəl. Gəlin bu dəfə mən əlavə bir obyektə yaradım. Gəlin elə burada deyim ki, Sarah Smith məsələn. Sarah və hətta gedim deyim ki, belə bir dəyişənimə özüm bilə-bilə deyəcəm. Özə görün nə deyirəm. Deyirəm ki, FR Sarah friend kimi, dostum kimi bir deməli dəyişənimdir obyekt olaraq və John tələbə olaraq. ST və FR. Gedib deyəcəm ki, Sarah isə dostdur və bu dostun adı Sarah Smith. Niyə də yox? Mən belə yazsam məncə ən rahatıdır və getdik. Məsələ ondadır ki, indi bu saat run eləsəm mənə çox maraqlıdır. Görürəm ki, hello Sarah Smith, hello John Smith. Gözəl, əla yaradılıb, ona söz yox. Amma gedək, çox maraqlı imkana baxaq. Deməli, mən friendin özündə, bu dəfə yığışdırıram sözü gedən ellipsis və friendin özündə deyirəm ki, məsələn, deyək ki, my friend, tell me, bu dəfə greet me yox, tell me olsun və burada deyim ki, return, düzdürmü, return və burada formatda deyim, hətta heç formata məncə tamam, adını verək, deyək ki, self f name və is my friend. Tamam. Self nöqtəsini deyəsən vermədim. Tamam. Deməli, tell me adında bir metod yazdım. Ancaq frienddə və dedim ki, Flankes is my friend. Eyni zamanda burada da yazım ki, def about me. Və burada gedim deyim ki, elə yenə də return eləmişim, düzdürmü? Return və elə burada formatda yenə də deyəcəm ki, daha yazmışamsa qoy elə də olsun. Self f name deməli is a student. Məncə belə daha yaxşıdır. Hətta nöqtəsini burada da qoyaq. Məqsəd nədir? Hal-hazırda körradıq ya yox, onu öyrənmək istəyirəm. Run edirəm ki, hər şey gözəl işləyir. Bu nə deməkdir? Bu o deməkdir ki, person adında klasın initi var və özünə məxsus bir metodu var. Friendin
özünə məxsus tell me adında deməli metodu var. Flankes is my friend deyəcək adı əldə olunan kimi about me adında da metod student-a aiddir. İndi maraqlı tərəf başqadır. Baxın, Sara friend-a aiddir, düzdürmü? Birincisi, nə demək istəyirəm? Məsələn, ondadır ki, mən öyrənim görüm, belə bir şey yaza bilərəmmi? Print Sara fr nöqtə tell me. Başqa heç nə demirəm və run edirəm. Hello Sarah Smith, Sarah is my friend. Gözəl, işlədi. Amma başqa bir şey öyrənmək istəyirəm. Bilmək istəyirəm ki, o həmin sözü gedən tell me var idi ha. Studentdə işləyərmi? Çox maraqlıdır və print yazıram. Biraz belə yuxarıdan yazım yer olsun. Print deyirəm və sadəcə John studentimə demək istəyirəm ki, hətta nöqtəli ilə götürmüşüm. Tell me. Çox maraqlıdır. Və getdik. John is my friend. Sarah is my friend. Nə gözəl. Bu məqamların hamısını test edib bilmək lazımdır. Friendin içində əgər baxmayaq ki, persondan bir şey götürübsə, amma özünə xas olan məqamlar da varsa, mən bir neçə səviyyəli student bağlıdır friend-ə, friend bağlıdır person-a. Deməli, tell me həm friendin özündən törənmiş obyektlər, həm də eyni zamanda başqa bir klas varsa, friend klasını özünə ana klas seçibsə, miras olaraq içində nə varsa ötürüləcəkdir. Metod olaraq, atribut olaraq. Nə gözəl, nə maraqlı. Və hətta bu çox maraqlıdır. Bir fikir verin ki, burada hətta return etmədən qabaq deyirəm ki, self.status bərabərdir friend. Belə bir şey yazmaq istəyirəm. Çox maraqlıdır mənə. Və eyni zamanda indi bu saat bir print daha yazacağım. Gəlin biraz yuxarıda eləyim və deyim ki, print və Sara'nın sadəcə status olaraq atributum həmin metod işləyəndə yaranıb. O görünər ya yox, onu görmək istəyirəm. Friend. Gözəl. Əla. Və fikir verin ki, tell me işləməsə bəs. Yoxdur tell me. Və statusu öyrənmək istəsəm error alaram. Çünki axı elə sözü gedən bu mənim atributumun var olma səbəbi bax bu sözü gedən metodun ilk birinci işləməsidir. İşləyəcəksə içində nə varsa işləyəcək və ona görə də mən bilirəm nəyi nə vaxt soruşmaq lazımdır. Tamam, bunu həll elədim. Bəs John məsələsində çox maraqlıdır ki, gəlin John o həmin tələbə hansı ki klas olaraq bağlıdır dost klasına. Mən soruşsam ki John.status və run eləsəm, voilà, friend, möhtəşəm. Amma məqsədim elə belə deyildi. Tamam da about neyniyək? Gedək soruşaq, deməli, gəlin artıq statusu anladım, yəni ötürülə bilir, nə maraqlı. Amma about adında yalnız və yalnız student'in belə bir metodu var. Və gedək soruşaq ki, print Sarah və nöqtə f yox, about me deyəcəm və run edəcəm. Voilà. Attribute error. Friend object has no attribute about me. Yəni o başa düşmür. O bilmir ki about me nədir və sən nədirsə ondan istədiyin, istər metod, istər atribut olaraq belə bir şey yoxdur. Və sadəcə onda mən bunu götürərəm, mənə həddən ziyadə maraqlıdır. Düşüm aşağı. Burada Sarah əvəzinə onu gətirdim aşağıya. Burada deyim ki John. Tamam mı? Və yox, nəysə düz yazmadım. John. Tamam. ST. Belə yazım. Və run edim. John is a student. Nə gözəl. Nə gözəl, nə maraqlı. Sən demə pillədə olan məqamlara bax. About me studentdə varsa,
student və ondan sonraki əgər kimsə ondan yenə də zəncirvari bağlanacaqsa olacaq, amma about me yuxarıya qalxmadı. Yuxarı ilə bağlantısı yoxdur. Aşağı təbəqə yuxarıya ötürmədi. Yəni frienddən about me haqqında heç nə bilmədim. Mən özüm bilə-bilə belə pilləli, çox mərhələli, biz buna deyirik multi-level inheritance var ki, bax belə imkanları biləndən sonra hansı klasa nəyi yazırsan, hansı səbəblə və necə bağlayırsan, mirası necə ötürəcəksən, bilib strategiya qurursan olur, çox maraqlı. Baxın, belə şeyləri test edib biləcəksiniz ki, gəl tutalım filan metodu studentdə yox, qaldırım person'da eləyim, ya da person'da yox, elə frienddə olsa bəs, belə praktikaya sahib olsanız olacaq möhtəşəm. Hazırsınızsa, hələ klass dünyasında maraqlı məqamlar bitməyib. Mən indi bu saat yenə də friend və student adında klassım var ki, yönəlir miras olaraq yalnız və yalnız person adında klasa. Və oradan nə varsa irsi olaraq ona ötürüləcək, miras olaraq qalacaq onda. Bunu mən artıq bilirəm, yoxlanmışam. Bu da əvvəlki kimi, bundan qabaqki kimi çox pilləli deyil. Sadəcə hamısı bağlanır person'a. Amma maraqlısı indidir və görək bu bizi təəccübləndirərmi? Mən bu dəfə friend və studentə özlərinin initlərini yazmaq istəyirəm. Bundan qabaq friendin özünə deməli aid olan, xas olan bir metod yazılmışdı. Birində about me idi, birində tell me idi. Fərq eləmir. Amma bu dəfə init yazmaq istəyirəm. Person'da init var. Onsuz da person'da nə var isə keçmişdə, həm frienddə, həm də studentdə. Amma indi isə gəlin def init yazım çox maraqlı şəkildə və bu səfərində hətta deməli nə edərəm ilahi? Hətta bu səfərində gəlin belə bir şey eləyək. Tamam, tələsməyim. Deyim ki, print friend init. Belə bir şey yazmaq istəyirəm. Başqa bir şey də yazmaq istəmirəm. Eyni zamanda hətta gəlin bu sətirləri götürüm. Hətta student üçün də belə bir şey yazmağa cəhd edim. Studentin də initi olacaqdır ki, orada da yazılıb student init. Tamam, əla. Birincisi run edim. Error yoxdur. Python proqramlaşdırma dilində birinci məqamlara nəzər yetirməyə mütləq lazım olacaqdır. Belə error yoxdur, amma bunun özü də o qədər də gözəl deyil, amma hər şey kontrol etmək lazımdır. Deməli, hələ ki yaxşı gedir. Yəni, klass dünyasında bağlantılar olsa belə, yəni person'a hər şey alanda, miras olaraq hər şey alanda, friend klassın özünün initi var. Student klassın özünün initi var. Ümumiyyətlə, bundan qabaq da onların ana klası olan person'da initi var və çox maraqlıdır. Bu necə işləyəcək? Mən obyekt yaratsam, gəlin obyekt yaradım, test edim. Görüm ki, bu initlər biri-birinə mane olacaqmı? Yoxsa bunlar vəhdət olaraq işləyəcək və belədir ki, bundan sonra belə quracam. Bilmirəm. Amma bunu bilmək üçün test edək. Gəlin mən bir test yaratmaq üçün sadəcə deyim ki, person 1, bu dəfə artıq John elə özüm üçün frienddə verəcəm. Gəlin deyim ki, friend yaradıram və onu ötürürəm. Yenə də John Doe. Hətta John Doe yox, John Smith. Okay. Və belə bir şey yazdım. Ona söz yox. Frienddən. Okay. Hətta gəlin person 1'i birinci person'la yazım. Tamam mı? Və run edim. Hello John Smith. Möhtəşəm. Bu onsuz da ana klas idi, düzdürmü? Və deyirəm ki, friend var ha, ana klasdan miras olaraq hər şey özünə çəkən. Gəlin dəyişim, bunu eləyim friend. Və run edim, görüm ki, nə olar? Bu səfərində əvvəlki kimi işləmədi. Bir initi yazmaqla frienddə də əvvəlki kimi deyil. Özdə mənə deyir, frienddə sən 3
argument yönləndirirsən, argument çoxluğu yönləndirirsən, o belə bir şey gözləmir axı. Initə nə demirsən ki, sən ona bir nəsə göndərəsən. Hə, irsən, initlər qarışıqlığı burada bir-birinin üstünü bağlayır. Yəni daha da maraqlı mövzu buna dair olacaqdır. Tələsmə, amma belə bir şeylə indidən bilək. Hə, gör ha, çox maraqlıdır. Bəs yaxşı. Çox maraqlı məqam indi başlayır. Bəs yaxşı, mən friend-ə F-name və L-name belə bir şey yazsam. Initdə orada yuxarıda var idi. Bunda da eləmək istəyirəm. Run eləsəm friend init. Birincisi işlədi. Birincisi heç nə demədi, onun söz yox. Və üstəlik də ki, bir fikir verin ki, bir problem hələ ki yaşamadım, amma görəsən həmin sözü gedən person'ın fikir verin ki, greet me var idi, işləmədi də o, onu görmədim. Hello John Smith gəlmədi. Düzdür, friend init işlədi, error almadım. Amma bu kimi şeylər hamısı gözəl bilmək lazımdır. Mən gedim deyim ki, deyən. Hələ bir printdə özüm bilə-bilə person birdən greet me istəsəm və run eləsəm işləyərmi? Mənə çox maraqlıdır bu. Yəni baxıram ki, greet me var. Kopyalayıram. Atıram bura. Deyirəm bəlkə adını düz yazmadım. Kopyaladım da, heç nə dəyişmədi. Hətta hiss elədim ki, neynər ki, düz yazdım. Nə deyəm bir dənə də run eləyim. Yox Bəs deyirdilər ki, burada yadda saxlayaq. Bəs deyirdilər ki, sən bəsdir ki, mötərizədə, frienddə kimdən irsən hər şey almaq istəsənsə, onun adını yaz, hər şey sənə ötürüləcəkdir. Nə oldu? Sözü gedən məndə greet me işləmədi. Həqiqətən də bunları edən initdir. Gəlin bunu çox maraqlı şəkildə anlayaq. Məsələ ondadır ki, mənim, baxın, bu init, daha buramı bağlayayım, hələ heç sürünə keçid almamış, amma bu init varlığı yuxarıdakı init varlığı ilə indi bu saat kəsişir. Yaxşı, pis, amma artıq iki init var. Bunlar bir-birinə mane olur. Hazırsınızsa mən istəyirəm bu iki klassda indi bu saat düşmancasına yaşayan iki initi dostlaşdırım. Çox maraqlı bir işdir. Çünki ikisində də init olmalıdır da. Axı inisializasiya zamanı frienddə də hər hansı bir atributlar və metodlar işə salınmalı, mövcud olmalı və bir çox prosesdə iştirak etməlidir. Person'da da belə ola bilər. Amma bu iki init indi bu saat düşmancasına bir-birinə problem yarada bilir və ən gözəl həllərdən biri, gəlin sizə çox maraqlı super bir funksiya var. Onu tanış edim, onu burada tətbiq edim. Burada elə funksiyanın adı superdir. Və elə gəlin burada yazım. Deyim ki, bax, mən friend adında class, həmin o person classda nə varsa əldə etmək niyyətim var da, amma mənim özümün içində inisializasiya zamanı gəpəl eləyək. Yenə də məndən uca super olan bir class, nə ki hər şey orada əldə etmək istəyirəm, qoy onun bütün imkanları birinci mənə keçsin, sonra qalan işlərimi görüm demək istəyirsinizsə, onda super adında bir funksiya yazırıq. Bu Python öz funksiyasıdır və bu deməkdir ki, irsi məsələlərdə miras olan problemləri init olsa belə həll edə biləcək, dostlaşdıra biləcək bir imkandır. Mənim ana klassımdan nə varsa superdən çağıra bilirəm, hətta initi də çağıra bilərəm. Super mötərizə yazmalıyam mütləq, nöqtə və fikir verin ki, initi çağırıram. Amma mənim ana valideyn klassımda init çağırılarkən məndən nə istəyir həmişə? Deyir bir init olsa, ad soyad mənə ver ha. Tamam. Onda burada da deyim ki, çağırıram və sənə dəyər olaraq mənə ötürülən ad soyadı sənə də ötürürəm. Ey ana klass, ey məndən daha da vacib klass, super klass. Onu da elə F-name verirəm və L-name verirəm. Verdimmi? Nə gözəl. Bundan qabaq greet me işləmirdi. Bundan qabaq bilirdim ki, bax bu məqamda əslində axsayıram iki initin düşmançılığı səbəbi ilə. Amma indi bu saat run eləsəm, evvəla birinci person'ın initi işləyir və orada hello Smith gəlir. İkinci artıq friend'in içindəki friend init. Nə möhtəşəm.
Bu arada super nəinki bu işlə məşğuldur. Eyni zamanda gəlin özündə olan greet me, avtomatik personda olan salamlamanı söndürüm. Mən deyəndə çağırım. Özdə ki, mənim ana valideynimdən çağıracağım. Özüm belə bir şey istəyirəm. Hətta gedib deyərəm ki, indi bu saat run eləsəm, heç nə gəlmir. Greet me gəlmir. Hər şey düzdür. Söndürdüm axı. Amma bəsdir ki, gedim burada deyim ki, gəl elə mənim əsas bildiyim, vacib olan super funksiyası elə həmin person klassını təmsil edəndir. Nöqtə greet me yazsam, bax belə yazıram ha, bilə-bilə. Yazsam işləyərmi? Və run edirəm. Görürəm ki, aha, gəlmədi. Niyə? Print istəyir. Bu arada belə effektlər də olur. Tez bunu gedib düzəldirəm və deyirəm print. İndi bu saat gələrmi? Heç olmasa daha bu qədər də yox. Voilà. Hello John Smith. Məsələ ondadır ki, mənə çox maraqlıdır. Bax bunu söndürürəm. Bəs printə mən, bir fikir verin ki, printə mən desəm ki, bu elə məqam mənə çox maraqlıdır. Printə mən desəm ki, self.greet me, tamam mı? Yəni onsuz da ötürülür də mənə. İlsən artıq mən super init çağırdımsa, mənim özümə miras olaraq gələn greet me işləyərmi? Ona baxmaq istəyirəm. Və görürəm ki, hello John Smith gəldi və hətta super olaraq da çağırmaq istəyirəm. İkisi də gəldi. Biz bilirik əslində nə vaxt superə yönəlmək lazımdır, nə vaxt da self vasitəsilə. Amma yenə də bax belə çağırışlar həddən ziyadə maraqlıdır. Öz aramızda çox super funksiyadır və beləliklə təzad olan məqamlar, konflikt olan məqamlar və ana klassdan o klassın özünə müraciət edib adını yazmadan, yəni self yazmadan, person yazmadan başqa üçüncü elə bir həll varmı? Yenə də onlara əlim çatsın. Bəli var. Bu da super. İndi isə gəlin built-in function Python'ın özünün elə bir funksiyalar var ki, mənə həmişə lazım olsa müəyyən bir məqamda ola bilsin ki, öyrənmək istəyirəm. Obyekt həmin klassın törətməsidirmi və yaxud da ki, bir klass başqa digər klassın deməli alt klassıdır ya yox, subklass deyirik ona. Belə bir imkanlar var Python'da. Və bu arada artıq biləm ki, student'ə nə edəcəm? Çox rahat şəkildə də person'a aiddirsə, tez bilirəm ki, super adında ya da super deyirik, super adında funksiyanı çağıra bilərəm. Amma aydın məsələdir ki, unutmayaq ki, söhbət gedəcək. Burada fname deməliyəm, fname və burada lname deməliyəm və eyni zamanda gedib artıq super çağırsam və ona desəm ki, bu da onun özünün yer edilmiş, biz ona deyirik built-in function funksiyasıdır və artıq rahatlıqla init çağırsam və ona fname və eyni zamanda lname versəm, məncə bəhs edəcək və burada da heç bir şey deməli yaşamayacaq bir problem. Yəni mən burada yazsam indi bu saat sözü gedən student, düzdürmü? Və run eləsəm bir error almıram. Yox, istəyirəmsə görüm ki greet me, onda bəsdir ki sadəcə printdə deyim ki super və hətta çağırım burada greet me və ondan çox, həddən ziyadə çox istifadə edirik, biləsiniz. Amma obyektim var, klassım var, deməli klassa tabiçilik alt klasslar var. Kim deməli tabiçilikdə varlar, kimlər yoxlar, bunu bilmək üçün məsələn burada John yazın və indi student, düzdürmü? Gedim soruşum ki, sadəcə elə printdə soruşa bilərəm əslində. Gedim soruşum görüm ki, is instance törəməsidirmi? Və burada sadəcə öyrənmək istədiyim nədir? John sözü gedən, bax bu student var ha, klass olaraq. Mən bilmək istəyirəm ki, onun törəməsidirmi? Və işləyirmi? Hər şey gözəl işləyir. Onun sözü yox. Hello John Smith, student init
biz bilirik, amma bir fikir verin, true gəldi. Ha, tamam. Bəs məndə orada friend var. Bəs onun bilmək istəyirəm, törənməsidirmi ya yox? Sözü gedən John, hardakı yazmışam, student class'dan törənməlidir. Run edirəm, false. Aa, nə gözəl. Yəni, eyni zamanda belə bir biliyi, bir də başqa şey də yoxlayaq. Deyim ki, yaxşı, bəs is subclass var, düzdürmü? Bilmək istəyirəm ki, friend var ha, o person ana klasın alt klasıdırmı ya yox? Bəli, həqiqətən də elədir. Bir fikir verin ki, friend. Amma gəlin bu frienddən bir anlıq bu bağlantını yığışdıraq. Niyə də yox? Və run edim. False. Gördüğünüz kimi bir mənalı olaraq false gəldi. Mənim soruşmağım nə idi? Friend person'a aiddirmi? Yəni alt klasıdırmı ya yox? Xeyr. Artıq deyil, düzdürmü? Və bəsdir ki, qaytarım yerinə friend'e deyim ki, yox. Bağlantı var, irsən, hər şey olacaq. Sən onun alt klasısan və ana klasda nə varsa sənə ötürülmə şansı olacaqdır və run edirəm true. Möhtəşəm. Və aydın məsələ ki, soruşa bilərəm ki, bəs de görüm, o student var idi, o sözü gedən friend adında klasa bir bağlantısı, alt klas deyə bir şey varmı? Xeyr, yoxdur. Amma bəsdir ki, gedim deyim ki, yaxşı, person yox, friend olsun. Düzdürmü? Və run edim. Evvela. Özdə bu arada çox maraqlı bir iş baş verir. Onu da zəncirvari görək. Məsələn, ondadır ki, birinci deyir, bəli, student friendin alt klasıdır, alt klaslığını bunu öyrəndik. Amma fikir verin ki, yenə də çox pilləli, multi-level bir imkan burada görünür və gəlin onu göstərim. Məsələn, ondadır ki, studentə demişəm ki, birinci sənin deməli ana klasın, tabi olduğun ana klasın init işləsin. Student üçün kimdir? Friend. Qalxır yuxarı. Friendi işə salmaq istəyir ki, görür ki, aha, yuxarıda hətta görür ki, hələ onun tabi olduğu bir ana klas var, onun initi işləsin. Hələ bu da təzdən qalxır yuxarı, görür ki, birinci bundan işdir. Hətta bunu görmək üçün gəlin deyim ki, print, elə deyim ki, person, nə yazaram? Person init. Böyle bir şey yazın və getdik. Bir fikir verin, nə baş verir? Halbuki demişəm, student işə düşsün. İşə düşən kimi deyirsən, tabi olduğun ana klas kimdirsə, onu init işləsin. Görünmədi burada ilk birinci friend init. Görünmədi. Orada da göründü ki, hələ deyən səndən yuxarıda yenə varsa, onun initi işləsin. Və o zaman görürəm ki, bəli, person init gəldi. Sonra nə baş verir? Sonra gəlir mənə məhz bu məqam, John Smith. Hətta buranı yığışdıra bilərəm. 2 dənə olmasın. Və frienddə birinci özünün bir fikir verin ki, hətta bu məqamı mən götürərəm, formatda yazaram, öyrənmək istəyirəm hər şey, düzdürmü? Formatda yazaram, bunu ataram bura və hətta deyərəm ki, fr frienddən, düzdürmü? Belə bir şey yazmaq istəyirəm və hətta buranı da götürərəm, initi yox, deməli, greet me, tamam. Hətta gəlin bunu burada kopyalayayım, inşallah düz edirəm. Kopya həmişə yaxşı şey deyil, amma tamam. Və student olsun. Bu da ST. Tamam. Bu daha maraqlı olar mənə. Və fikir verin. Mən dedim ki, init işləsin və ana init frienddə lazım olan person initi çağırdı, amma sonra John Smith birinci gələn friendindir, özünün deyil. Bu iş deyir. Sonra friend int, yəni burada baş verən nə varsa hər şey qutarır, sonra keçid alır növbəti bu sətirlərə. Baxın, belə zəncirvari gözəl işləyib bu işi görəndə olur möhtəşəm. Bugün bu praktikaya gələnin, bugün birdən-birə proqramçı olmağa ehtiyac yoxdur. Amma sən demək ki, necə gözəl bağlantılar qurmaq olar və necə biri ilə onlar vəhdət olaraq işləyir. Belə şeyləri gözəl bilmək lazımdır.
Gəlin sonda sizi həqiqətən də təəccübləndirəcək bir imkandan Python proqramlaşdırma dilinə dair bir biliyi göstərim və bu yalnız və yalnız Pythona xasdır. Yəni nə mənada? Bir çox dillər bunu tam fərqli həll ediblər özlərinə məxsus olaraq, amma Pythonda bu möhtəşəmdir də. Həddən ziyadə sevirəm. Hərdən də deyəm, ayda bu falan dildə də olsaydı nə gözəl olardı. Söhbət gedir miras çoxluluğundan. Ancaq bir klasın çoxlu mirası ola bilər. Yəni valideyn klası olaraq çox ola bilər. Bir yox. Studentin friend'i ya da studentin person'ı ana klas olarak seçilmir. Birbaşa student'e deyə bilərəm ki, səndə iki valideyn birdən var və daha çox var. Məsələn, friend və vergül qoyuram. Bu hansı dildə belə var? Bu da çox maraqlıdır. Və person deyirəm. Nə maraqlı. Birinci yoxlayım, bir error alıram mı? Almıram. Nə gözəl. Sonra keçid alıram başqa bir şeyə. Hələ ki obyekt yoxdur. Sadəcə baxdım gördüm səhv var ya yox. Keçid alıram obyekt yaranışına və deyirəm məsələn st bərabərdir student. Belə bir şey yazıram. Yəni görüm error var ya yox. Amma mənim 3 klasım var, sadə klasım var. Person, friend və student. Hərəsinin də initi var. Hərəsinin də printi var ki, birində person init, friend init, student init var. Maraqlı olsun odur ki, hansı bunlardan işləyəcək, hansı işləməyəcək, nə qanunu var, nə qaydası var. Bu Python belə bir şeyi fikirləşibsə. İndi bu saat mən heç eləməmişəm. Studenti çağıracağım. Studentdən deməli bir törəmə yaradıram və onun içində init işləyən kimi print funksiyasını çağırır və içindəki söz görünməlidir. Run eləsəm, mən adi məsələdəki student initdən başqa heç nə görməyəcəm. Student init, vəssalam. Tamamilə doğrudur. Çünki mən işi şayə valideynimin olan initini çağırmaq istəyirəmsə, tez gedib yadıma salıram ki, Supper adında bir built-in function biliyi var. Buna qabaq yoxlamışam və gəlin elə initi çağırım. Məsələ ondadır ki, student üçün valideyn friend və person'dır. Tək friend deyil. Və indi bu saat run etsəm kim görünəcək? İkisi birdən, heç biri error alacağım. Yoxsa tək hansısa run edirəm, evvələ. Friend init, person gəlmədi. İlk birinci dayanan. Ay nə maraqlıdır. Birinci dayanıb deyə. Yəni yəqin ki, ikinci bura yazsam və friend'i belə yazsam, person init gələr, amma first friend init gəlməz. Ay nə gözəl, nə maraqlı. Məsələn ondadır ki, belə bir şeyin maraqlı səbəbə görə bir həlli var. Səbəb odur ki, OP dünyasının, Python proqramlaşdırma dilində OP dünyasına özünü tam qərq etmisənsə, biləcəksən ki, diamond effect deyə bir şey var. Haçan, klaslar çoxluğu valideyn olaraq bir klasa gəlirsə, onda hələ bu o demək deyil ki, person və friend İndi mən də burada bunlar müstəqildir. Bəlkə onların da hansısa tabi olduğu bir A klası var məsələn. Bu ikisi də ona tabidir. Okay? Yəni alt klasıdır. Hardasa bir A klası var. Onun alt klasıdır person və friend. Mənim isə studentim gedir onlardan yararlanır, miraslanır. Onda məsələn ondadır ki, bu zaman A klası mən ikisini də burada istifadə etdim deyə bir problem yarada bilər və A klası 2 dəfə işləyər. 2 dəfə. Nə qədər burada istifadə etmişəmsə, o qədər. Ona görə Python dünyasına həll gəldi. MRO, Method Resolution Order. Və sıra burada çox vacibdir. Sıra həddən ziyadə vacibdir. Bundan sonra da çoxlu yazı bunu biləcək də mən bir anons olaraq belə bir şey Python özünə təşkil edib bilmənizi istədim. Hətta belə bir problem də yaşadım. Deyim ki, fikir verin ki, friend gəlir, sonra deyim ki, person gəlir və belə maraqlı bir məqamla əslində istəyərəm bugünün dərsini, videosunu bağlayayım. Məsələn, onda da ki, indi bu saat run eləsəm, first init gəlir, student init gəlir və əslində friend and person biri-biri ilə heç cür bağlı deyil. Nə ortaq ana valideyn bir klası var, nə biri-birinə indi bu saat valideyn klasları rolunu oynayır, heç bir şey eləmir. İkisi də müstəqil olaraq yaşayır görürəm. Amma gəlin friend'e deyim ki, necə burada student'e dedim ki, sənin ana klasın nədirsə, ondan init'i çağırmaq istəyirəm desəm,
Və burada heç bir şey dəyişməsəm, run eləsəm, voilà, person in it, friend in it və student in it. Həddən ziyadə çox maraqlı Python miras çoxluluğunu özündə həm də icrasını təşkil edib. Bunların hamısını birdən göstərmək niyyətim yoxdur. MRO nədir? Həqiqətən də Method Resolution Order nə qədər vacibdir Python proqramlaşdırma dilində çoxlu miras gələndə? Bunu gözəl bilmək lazımdır. Amma belədir ki, daha artıq bildim də bir mənalıq. Hətta gedib deyərəm ki, gəlin bunu buradan yığışdırım. Məsələn, gedim deyim ki, person'da deyək ki, def T1 adında bir metod var, düzdürmü? Və deyirəm ki, print T1 parent, düzdürmü? Amma məsələ ondadır ki, bu T1'dən ola bilsin ki, frienddə də var. Bunu da yoxlamaq istəyirəm də, düzdürmü? Nə olacaq ki? Düzdürmü? Belə bir şey yazmaq istəyirəm. Və gedib init'in içində print self.t1 yazmaq istəyirəm. Yoxlayım necə işləyir. Və indi bu saat run eləyirəm və T1 parent, bu arada parent yox, T1 hətta person deyim və T1 friend deyim. Parent deyib elə parent'e yazmışam. Friend və indi bu saat run eləmək istəyirəm. Gəlin fikir verək ki, friend init işlədi, bilirdim. Student init işlədi, bilirdim. Voilà, T1 gəldi. Çox maraqlıdır. T1 gəldi, nan gəldi, ona görə ki, mən burada print istifadə etmişəm. Sadəcə belə bir şey bəsdir mənə. İndi fikir verin ki, T1 ikisində də var. Frienddə də var, person'da da var. Və birinci friend gəlir. T1 friend. Ay, nə maraqlı. Gəlin yerini dəyişək person'dan friend'in. Gəlin bilə bir sıraya bir dəyişiklik verək və person gəlir, sonra friend gəlir. Və bilmək istəyirəm də bunu necə təşkil edib Python özündə. Çünki T1'dən 2 dənədir. Mənə error vermir, bilir sıranı, bilir vacibiyyəti. Və burada həqiqətən də miras zamanı kim vacibdir? Sırada neçənci dayanıb? Bu o qədər onun üçün vacibdir və anladım. Nə gözəl. Amma hətta gedib deyərəm ki, gəlin burada bir def T2 deyim, bilə. T2 deyəcəm person, bilə və burada da T3 deyəcəm. Bir fikir verin ki, yazma səbəbim nədir axı belə miras çoxluluğunu? T1 var, 2 dənədir hər iki klassda. Amma sonra T2 və T3 var ki, fərqli klasslarda özünü göstərir. Hətta bir saniyə nəysə düz yazmadım. T2 yuxarı qalxmalıdır. Mən deyəsən tələsdim. Bu person'a getməlidir. Tamam, fikir vermədim ki, nəyə yazıram. Bu da getməlidir friend'e. Axı person'dan friend ana klass olur. Düzdürmü? T1 ikisində də var. Person'da da, friend'də də. Amma friend'də T3 var. Person'da da T2. Tamam mı? İndi məsələ ondadır ki, gedib birbaşa mən burada self T3 deyirəm. Gəlin belə də yazım. Və eyni zamanda self T2. Bu qədər. Belə bir şey yazmaq istəyirəm əslində. Nə olacaq, nə olmayacaq bilmirəm. Amma run edim və bir fikir verin ki, mən yəqin ki, burada yenə də adlara heç fikir vermirəm. Person buradadır. Tamam. Görün necə diqqətsizlik burada baş alıb gedir. T3. Tamam. Mən güman edirəm ki, indi düzdür və yenə run edim. Çünki oxuya bilmirəm, deyə bilmirəm bir sözü. Getdik. Məsələ ondadır ki, person məndə birinci gəlirdi və ona görə bu sırada vacibiyyəti o əldə edib. Person init gəlir, student init gəlir. T1'lərdən yalnız person T1 gəldi. Amma fikir verin, nə yaxşı, person'da, friend'də mənə student klası üçün valideyn olduqlarına görə miras olaraq əlimdə T2 də var, T3 də var. Fərqli 2
klassdan və bunlar işləyir və mən error almıram. Bunların ikisini qoşma səbəbim o idi elə ki, məndə T3 də işləsin, T2 də. Baxın, bu o qədər vacib bir amildir, amma biləsən ki, hansı sırada vacibiyyət var və MRO Python dünyasında nədir və necə icra olunur, artıq görüb tətbiq edəsiniz. Mən düşünürəm ki, sizlər belə şeylər çox yazıb, dəfələrlə test edib və eyni zamanda errorlar görə bu işin peşəkarı olacaqsınız. Sizin ən gözəl müəlliminiz errorlardır. Oxuyub onu düzəldəndə olursunuz artıq peşəkar. Hətta mən self əvəzinə burada supper da demək istəyərəm və özüm bilə-bilə selflərin əvəzinə supper yazıram. Yoxlamaq üçün error alaram, bir problem yoxdur. Amma çox maraqlı məqam ondan ibarətdir ki, gör ha, mən supper yazsam da o bilir. Sıra və vacibiyyət nədir bilir MRO üzərindən. Və bir dənə supper yazmaqla person'dan, friend'dən hansılar vacibdir onu götürür və hansılar fərqlidir yenə də onlara əli çatır. Çox gözəl bir imkandır və bir supper'la toxunduğum məqamlara bax, həddən ziyadə gözəldir. Və artıq inheritance nədir bilən mənim kimi təzə başlayana, düzdürmü? Bilirsiniz nə maraqlı olar. Gəlin belə sonu həddən ziyadə gözəl bir sadə kodla tamamlayaq və gəlin deyim ki, bilirəm də miras nə deməkdir. Bunu gözəl bilirəm. Anladım. Bir klasın opsi klasa bütün olanları ötürməkdir. Miras olaraq nə ötürülürsə gözəldir. Düz hələ bu miras zamanı bir çox problemlər, proseslər, işlər, strateji anlar, məqamlar var, amma indi ki sadə biliyə sahibəm. Onda belə bir şey yoxlayayım. Gəlin deyim ki, class və string yazım. Düzdürmü? Və gedim sadəcə ellipsis yazım. Və gedim deyim ki, text bərabərdir kodi.az. Qeyri-adi bir şey yazmıram. Bunu qoyuram belə. Və indi bir şey yazım. Deyim ki, st bərabərdir və aydın məsələ ki, özümün indi bu saat yaratdığım bir string adında klassım var ki, st ona törənmədir. Obyektidir. Düzdürmü? Və indi bu saat əslində fikir verin ki, mən yazsam print və st nöqtə nədirsə gəlir, amma bilməm nədir. Bu aydın məsələ işinə yoxdur da, nə var ki? Hamısı dandır metodlarda, ondan da öz vaxtı var. Bu o deyil, tələsməyib. Mən biləm, miras nədir? Inheritance. Onda string adında mənim özümün yazdığı, yaratdığı bir klasa artıq ana valideyn olaraq str klası vermək istəyirəm. Nə maraqlı. O həmin STR-da. Və indi bu saat st yazıb yenə nöqtə qoysam, bu zaman artıq capitalize, upper, lower, bütün STR-ın nə metodları varsa stringə keçid aldı. Oldu nə gözəl, nə möhtəşəm. Onda bu deməkdir ki, mən burada class bilir text nədir. Mən ona birbaşa onun initinə elə textimi ötürərəm. Artıq STR da belə işləyir axı, düzdürmü? Və onda sadəcə STR daha rahat şəkildə təşkil olunub, amma fərq eləmir class və onun elementi nədir? Gözəl bir OP dünyasında siz sadə yazsanız da bilin, əslində OP-də yazırsınız. Bir çox dillər elədir və import etsəniz OP-dir, dəyişən yaradıb nöqtə yazsanız OP-dir, bir mənalı olaraq. Onda elə çıxır ki, mənim st dəyişənim getdi string klasın obyekti oldu. O həmin klas ki gedib str ana klasın alt klası olub, düzdürmü? Onda gedib deyərəm ki st.upper. Bu qədər. Çox maraqlı. Nəticədə nə verər? Run edirəm. Voilà. Inheritance. Budur. Həqiqətən də irsən ötürülə biləcək bir miras varsa Python proqramlaşdırma dilində bu gözəl təşkil olunub. Ona görə də belə biliyə düzgün sahib olun və gələcəkdə OP dünyasının Python proqramlaşdırma dilində şahı olun. İstənilən proqramlaşdırma dilində, nəinki Pythonda, bütün proqramlaşdırma dillərində OP dünyasını bilmək
qanundur bir mənalı olaraq. Ələxüsus da əgər həmin sözü gedən proqramlaşdırma dilində özünə məxsus, çox maraqlı, özünə xas bir imkan və özəlliklər varsa, onu gözəl bilmək lazımdır. Bu işin peşəkarı olmaq naminə. Çünki görürsən ki, başqa dillərdəki kimi deyil, burada özəl bir yanaşma var. Gördünsə, əla bilmək şərtdir. Üstəlik də ki, gələcəkdə layihəni qurarkən klasslar çoxluğu və içindəki miras irsən ötürülmə imkanını biləndən sonra sən layihən o qədər möhtəşəm, o qədər maraqlı olur, o qədər incəliklərlə dolu olur ki, sən strateji olaraq yanaşırsan, bilə-bilə hansı imkanları ötürürsən, bilə-bilə digərlərini əvəzləyirsən və olur möhtəşəm. İstifadəçi istifadə edir, amma sən həzz alırsan ki, nə gözəl konstruksiyada mən klasslar dünyasını təşkil etdim. Bunu gözəl bilmək naminə çoxlu yazmaq lazımdır. Bir də aydın məsələdir ki, Kozas kanalına abunə olub və özün kimi bu proqramlaşdırma dilini sevən kəslərə bu kanalı tövsiyə görüb, onu da abunə etdirirsən ki, bizlərin sayı artsın. Həddən ziyadə çox sayımız olsa, videolarda və eyni zamanda bizim diyaloqda çox gözəl olacaq. Ona görə nə edirik? Like və paylaşım mütləqdir. Abunə oluruq və hər kəsə də Kozas kanalını məsləhət görürük. Sağ olun, sağ salamat.